Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədov saxlanma şəraitinin bərbad olduğunu bildirir. Stat: Məni bir otaqda saxlayırlar. Gün ərzində cəmi 2 saatlıq, çox kiçik, 1 metrlik balkona çıxmağa icazə verirlər. Otağımdan da televizoru və radionu götürüblər. Heç nə yoxdur. Saxlanma şəraitim çox bərbaddır. Həkimlərin mənə yazdığı bir neçə dərmanı da vermirlər. Statın sonu. Bəhruz Səmədov onu da əlavə edib ki, özünə məxsus bank hesabından pul götürməsi üçün nənəsinə etibarnamə verməsinin qarşısı alınır. Stat: Bəhanə edirlər ki, mənim şəxsiyyət vəsiqəm itib. Mənim vəsiqəm sizdədir. Verin vəsiqəmi. Mənim anamdan qalan 3-5 manat puldan əlinizi və gözünüzü çəkin. İmkan verin, qoca nənəm mənim yanıma azuqə gətirmək üçün o hesabdan pul çıxara bilsin. Statın sonu. Keçmiş deputat, həbsdə olan iş adamı Nazim Bəydəmirli martın 26-sı axşam saatlarında penitensiar xidmətin müalicə müəssisəsinə yerləşdirilib. Hazırda onun səhhətinin nə yerdə olduğu məlum deyil. Ötən ilin avqustunda ailəsi Nazim Bəydəmirlinin ölüm ayağında olduğu barədə ictimaiyyətə müraciət etmişdi. Həyat yoldaşı Fərdə Bəydəmirli sabiq deputatın əvvəllər ağır şəkildə COVID-19 xəstəliyi keçirdiyini və ağciyərlərinin 45%-nin zədələndiyini bildirmişdi. Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan rəhbəri Bəşir Süleymanlıya saxlanıldığı Bakı İstintaq Təcridxanasında təzyiqlər edildiyi bildirilir. Yaxınlarının Toplum TV-yə verdiyi məlumata görə onun saxlanıldığı kameraya yeni bir məhkum salınıb. Stat: Həmin məhkumun davranışları normal deyil, psixi problemləri olduğu güman edilir və həmin şəxs müxtəlif dərmanlar qəbul edir. Bəşir Süleymanlı həmin məhkumun məqsədli şəkildə və ona təzyiq üçün onun saxlanıldığı kameraya gətirildiyini və hər an təxribatla üzləşə biləcəyini ehtimal edir. Təzyiqlərin səbəbi isə onun ictimai fəaliyyətinə görə həbs edilməsi və siyasi məhbus olmasıdır. Statın sonu. Bəşir Süleymanlının yaxınları ilə zənglərində də məhdudiyyət qoyulduğu bildirilir. Avropa Parlamenti qanunsuz miqrantların Avropa İttifaqı ərazisindən deportasiyasını sürətləndirməyə hədəfləyən qanun qəbul edib. Qanun sığınacaq verilməsindən imtina edilən və ya vizasının müddəti bitmiş şəxslər üçün məcburi geri qaytarma siyasətini müəyyən edir. Bu, Avropa İttifaqına üzv ölkələrə qeyri-qanuni miqrantları 3-cü ölkələrə geri qaytarmağa imkan verəcək.